Behram bəy Türkanpurun sözlərində elə bir mühüm məsələ vardı ki, elə bir həyati bir söz var bizim bu hərəkatımız və xalqımızın gələcəyi üçün. Danışığımı ona odaqlandırmaq istəyirəm və o sözləri siyasi metod açısından dəyərləndirəcəyəm və bu fikir ki, Azərbaycan hərəkatında aktivistlər yaxçı düşünüblər, biliblər və təmkinli davranırlar, yəni aktiv olmurlar. Yəni meydanda olmaq istəmirlər, yəni həzinə vermək istəmirlər, yəni milləti küçələrə çəkmək istəmirlər. Yəni aktivcə başqa xalqlarla bərabər siyasi həyatda olmaq istəmirlər. Çünki görürlər ki, mərkəzçilər, nasionalistlər, mərkəzçi milliyyətçilər filan bunlar hakimiyyət təşkil edəcəklər və bunlar demokrasini qəbul eləmirlər. Çünki mərkəzçilər demokrasini qəbul edəmirlər. Ona görə bizdə niyə qatışaq bu mücadiləyə? Bu yalnız Behram bəy Türkanpurun sözü ya fikri deyil. Bu fikir qeyri-fars millətlər içində bir radikal düşüncə kimi dönüb dolaşır. Bu düşüncə ki deyir ki, mərkəzçilər demokrasini qəbul edəmirlər. Hətta indidən belə demokratik düşüncələr və ya demokratik fikirlərin qabağını almaq istəyirlər. Ona görə biz nəyə qatılaq bu hərəkətə? Heç mübahisənin içinə girmədən böyük bir sual budur ki, əcəba elə bir qrupların hakimiyyətə və qüdrətə yaxınlaşmalarını görürsünüzsə, bizim sukut etməmiz, təmkin etməmiz, danışmamamız, meydana gəlməməmiz, etirazlara bulunmamamız təsiri nə olacaqdır? Əcəba bu olmamamız, iştirak etməməmiz həman siyasəti, həman düşüncəni, həman milliyyətçiləri, həman mərkəzçiləri daha rahatca qüdrətə gəlməyini, onlara daha problemsiz, əngəlsiz və onların qarşısında bir gücü görmədən hakimiyyəti qapmalarına, hakimiyyəti almalarına şərait yaratmırıqmı? Və amma sözün əslisi, əcəba siyasətdə biz haqqımızı almalıyıq, ya kimsələr və ya biriləri bizə haqqı verməlidirlər? Əgər siyasət budur ki, bizə haqqı verməlidirlər, onda Behram bəy Türkanpur %100 haqlıdır. Səltənətçilər, mərkəz milliyyətçiləri, bu şovinizm, bunlar bizə haqqı verməyəcəklər. İnanmırlar bizə, başqa xalqlara inanmırlar, demokrasiya inanmırlar və bunlar haqqımızı verməyəcəklər. Və verməyəcəklər, biz nəyə gedək? Haqqıya verməlidir, onlar verəcəklər. Onlar da ki, verməyəcəklər, biz niyə qatılaq və ya gedək onlarla meydana, sokaqlara və İran İslam Cumhuriyyətinə qarşı mücadilə aparaq ki, onlar qazansınlar. Amma desək ki, yox, siyasətdə haqq alınmalıdır, verilməli deyil, alınmalıdır. Əgərsə belə düşünürsək ki, haqq alınmalıdır, onda nə edəcəyik? Onda çüçə-çüçə çıxacaq eşiyə, xiyavan-xiyavan çıxacaq, xiyavanları dolduracaq, çıxacaq Azərbaycanı kontrol altına keçirdəcəyik, çıxacaq Tehranda səsimizi qaldıracaq, Tehranda bir səs oluşturacaq, Tehranda təşkilat qurulacaq, qeyri-fars xalqların təşkilatı, başqa xalqlara bir təşkilat qurulmalıdır, fars demokratları olan içine almalıdırlar və mərkəzdə güclənməlidirlər və bu vasitə ilə Tehranın bir ya bir neçə bölümlərini kontrol altına keçirtməlidirlər. Yəni bu metod olaraq söyləyirəm ki, qəşəng başa düşülsün nə deyirəm. Əcəba biz meydana çıxırsaq, öz küçələrimizi, xiyavanlarımızı kontrol altına keçirdə bilirsək, Azərbaycanı, bu Urmiyədir, bu Təbrizdir, bu Ərdəbildir, bu Zəncandır. Orada bir güc göstərə bilsək, deyək %100 olmasın, amma %60 güc bizimkidir orada və biz göstəririk ki, burada küçələr, xiyavanlar, bu şəhərlər, bu iyalət Azərbaycan iyaləti, bu cəmiyyətin kontrol altındadır, %60'ı bizimkidir. Bizim yanımızda Kürdlər var, Ərəblər var, Bəluçlar var, istər-istəməz mərkəzdə demokratlar var. Bunlar bir araya gəlincə o pəhləvilər harda eləyə bilərlər, ola bizə təyin etsinlər ki, bizə haqq verəcəklər, verməyəcəklər, bizə demokrasi verəcəklər, verməyəcəklər, demokrasini qəbul edəcəklər, eləməyəcəklər. Bu ölkələrdə, bu Avropa ölkələrində burada faşistlər də yaşayırlar. Faşistlər də vardılar burada. Irqçılar da vardılar burada. Amma hardadılar? Onları görərsənmi? Yox. Onlar öz hücrələrində, o qaranlıq hücrələrində oturublar, danışarlar. Amma çün azınlıqdadılar, çün demokrat güclüdülər, çün onlar meydandadılar, çün onların partiyaları var, çün onlar məclisə nümayəndə göndərirlər. O faşistlərdən və o ırqçılardan meydanda
xəbər olmaz və ya neçə ildən bir terror eyləmi ilə adlanarlar. Biz nə üçün İranı bu sahəyə çevirə bilməyək? İranda yaşayan xalqların %40'ı türkdür. Ne üçün türklər bu gün mərkəzçilərin yanında durur, sənlə mənim yanında durmur? Bunun günahı kimdədir? Xalq geçən yüzildə bu hakimiyyətin istibdadı, hakimiyyətin sansoru sayəsində belə bir vəziyyətə gəlibdir. Ağahlığı yoxdur milli hüquqlarına, milli kimliyini tanımır. Bunu aydınlaşdırmaq, bunu organizə etmək, bu gücü meydana gətirmək, bu gücün vasitəsilə xiyabanları, küçələri, şəhərləri kontrol altına getirmək kimin görəvidir? Rıza Pəhləvinin mi? Ya Bəynan bəy, sizlə mənim. Əgərsə biz bu gün xalqımızı aydınlaşdıra bilməmişiksə, əgər biz xalqımızın cahilliyinin qarşısında dura bilməmişiksək və ya əgərsə bu gün milli kimliyini xalqımız tanımırsa, milli dilinə özən göstərmirsə, haqlarını özən göstərmirsə, bunun məsulü kimdir? Xalq mı? Ağah olmayan bir xalqı məsul tanımaq olar mı? Amma onun iddiaçıları, yəni meydanda olanları, önündə gedənləri, aktivistləri, yəni bu gün xalqımızın bu durumda olmasının məsuliyyəti biz ilədir. Biz. Orada deyilsin, kütlər bu qədər həzinə verdilər, amma indi onlar da saymırlar. O işi, yəni kütləri saymasınlar, o işi görə bilməzlər. O işi görə bilməzlər. Təkrar edeyim sizə. Niyə? Çünki bu gün rejim açdı. Bax bu gün rejim açdı. Həman bu gün Kürdistanın şəhərlərinin kontrolü kütlənin kontroluna keçəcəkdir. Və ora İranın ordusu girə bilməyəcək. Geçən dəfə 57-ci ildə Xumeyni getdi, ordunun bir iki bölümünü göndərdi, Kürdistanı bastırdı. Elə deyilmi? İndi Xumeyni yoxdur. Yəni ordunun içində də dağınıqlıq olacaq. Yaxşı, əgərsə yalnız Kürdistan öz bölgəsinin kontrolunun altına keçirməsin, Azərbaycan da elə olsun, Əhvazda elə olsun, Bəluçistan da elə olsun, Loristan da belə olsun. Əcəba o ordunu hara göndərəcəklər? O dağınıq ordunu ki, başında da Xumeyni deyil. Yəni dağınıq bu milliyyətçilər dayanır və onların lazımi etibarı siyasiləri yoxdur. O ordunu kimi bastırmağa göndərəcəklər. Ona görə Azərbaycanın bugünkü durumunda bu fikri təbliğ eləmək İranda mərkəzçiliğin, faşizmin, şovinizmin yanında durmaq deməkdir. Əsasən siyasətin mənasını bilməmək deməkdir. Elə danışır ki, güya Pəhləvi hakimiyyətə gəlib, o bizə verməyəcək. Gəlməyib hakimiyyətə ki. Hətta belə bu durum gedirsə, belə Azərbaycan türklər meydanda olmursa da Pəhləvilər hakimiyyətə gəlməyəcək. Səltənətçilər hakimiyyətdə olmayacaq. Bizim ən böyük düşmənimiz geçən yüzildə mərkəzçi İran nasyonalizm adında o şey ki yayıblar, İran mərkəzçi milliyyətçiliyin, o zehniyyət bizim düşmənimizdir. O zehniyyətdir bizim millətimizi, cəmiyyətimizi çəkir apar, o mərkəzçi partiyaların, mərkəzdə nasyonalist, milliyyətçi partiyaların yanında durdurur. O zehniyyətdir ki, olarsa baxırsan İran rejimi gedəndən sonra bu Mallar rejimi aşanda, məclisi müəssisən qurulanda, o zehniyyət gedib mərkəzçi partiyalara səs və rəy verəcəklər. O səsi və rəyi onlardan almaq üçün bizim görəvimizdə ona ağalıq verək. Yoxsa faşist qruplar, mərkəzçi qruplar, şovinist qruplar hər yerdə vardı. Əlbəttə ki, İranda da güclüdülər. Bu gücü kim onlardan ala bilər? Nə üçün kütlər bu gücü onların əlindən alıblar? Bu gün şərait dəyişilirsə kütlər siyasi gücü öz bölgələrində və kontrolü öz bölgələrində əlinə keçəcəklər və biz keçidə bilməyəcəyik. Nə üçün? Burada problem nədir? Kütlər nə iş görüblər və biz nə işlər görməmişik. Təşkilatımız varmı? 0 dərəcəsindədir. 0 dərəcəsindədir. 0 dərəcəsində olsa 15 dənə istiqlalçı təşkilat düzəlməz ki, 1-2 dənə federal təşkilat olsun. Bəlkə məsələ deyək, 10-15 dənə federal təşkilat düzələrdi. Çünki İranda federala əlverişlilik var, istiqlala yoxdur. İstiqlala heç 0 dərəcədə imkan yoxdur. Amma federalizmə əlverişli imkanı var, şans var. Yəni Azərbaycan və türklər meydanda olsalar federalizmə şərait ittifaqən çox da güclüdür. Çünki indi türklər meydanda deyirlər, federalizm zəifləyir. Və illə türklər siyasi güc kimi meydanda olsalar federalizmin əlverişliliyi %60'a yetişir. Urbadakı ölkələrin hamısında faşistlər heç biri demokrasi rəsmiyyət tanımırlar, amma azınlıqdadılar. O faşistləri azınlığa göndərməyi kimin görəvidir? Demokratik, öncül, modern düşüncə sahibi olan, modern təşkilat sahibi olan güclərdir ki, o faşist qrupları göndəriblər qaranlıq hücrələrinə. Biz İranda niyə onları göndərməyək? Cəmiyyətin %40'ı bizik ki. Əgərsə bu işi görə bilməmişik, yenə təkrar edim, günah onlarda deyil. Azərbaycan və Türk öncüllərindədir ki, bacarıqları olmayıb, düşüncə yaratsınlar, fikir yaratsınlar, söyləm yaratsınlar, təşkilat yaratsınlar, media yaratsınlar və bu vasitələ xalqı cəlb etsinlər. Bu işi görə bilməyiblər. Bu beceriksizlik biz özümüzə deməliyik, başqalarına yox. Çox sağ olun.